Gözəl şairəmiz Arzu Adanın Facebook səhifəsində həyatımızın reallığını əks etdirən bir yazısı diqqətimi cəlb etdi. İndi onu sizin diqqətinizə çatdırmaq istəyirəm. Kəndə doğru qapqara, bəni insan qılıqlı iki şəxs irəliləyirdi. Öndə şiş papaqlı, uzun əbalı, əlində uzun təsbihi, kəndin mollası şükür gəlirdi. Heç xoş gələnə də oxşamırdı amma. Bir addım geridə əynində bu yerin adamının qılıq qiyafətinə heç uyğun gəlməyən kimsə sanki sürünürdü. Kəndin itləri bu qəribə varlıqları görüb səs-səsə vermişdilər. İtlərə nə var? Kəndin bu başında itin biri həyəcan siqnalı verən kimi kəndin o başındakı itlər hazır vəziyyətə gəlirlər. Buna it dayanışması, yəni həmrəylik, it həmrəyliyi deyək. Nəysə, kətdə it hürdümü eşiyə tökülüşmək də kənd adamlarının həmrəyliyi kimi bir şey idi. Bu da tamam. Hamı qapı ağzında irəliləyən bu canlıları maraqla seyr edirdi. Fəxri əslində düz 20 il idi ki, kəndini görməmişdi. Nə dədəsi, nə nənəsi, nə də o dünyaya üzü sulu 20 yaşda gedən qardaşının yasına belə gəlməmişdi. Gələ bilmərəm, pulum yoxdur, xəbəri ilə işə yekun vurmuşdu. Səhər tezdən əlində telefonla təyyarədən kəndə varid olan Fəxri, soluğu tanıdığı Molla Şükürün qapısı önündə almışdı. Heç olmasa Molla ölməyə, bu fikirlə Şükürün qapısını döyəndə Mollanı sapsağlam görüb, hətta ürəyində sevinmişdi də. Bu çox qəribə ölən sifətmi var, deyə düşünmüşdü. Qısa xoş əhvaldan sonra məqsədini Mollaya deyib, cibinə bir şax 50'lik basıb ardınca gəlməyi tapşırmışdı. Budur dədə və nənəsinin qəbri. Qəbirstanlıqla bir səssizlik vardı. Yəqin səhər tezdən olduğundandır ki, hamı hələ yatırdı. Bu da iki başdaşı. İkisi də əyilmiş sual şəklində maddım gələn adamın üzünə baxıb, nə yaxşı deyircəsinə Fəxiyə baxırdılar sanki. Fəxi də şəkillərə baxdı. Şəkildəkilər tanış gəlmədi. Molla başı ilə bunlardır deməsəydi, ötüb keçəcəkdi. Zarafat deyil, onları Fəxi belə qoyub getməmişdi axı. Nədən belə qocalmışdılar bunlar? Düşünürkən üstündəki adları oxuyub ayaq saxlamalı oldu. Şəkillər elə istiqamətdə çəkilib başdaşına vurulmuşdu ki, Fəxi hara tərəf dururdusa, rəhmətliklər onun üzünə baxmırdılar, küsmüşdülər. Üzünə tükürmək belə istəmirdilər sanki. Qəbrin o baş bu başına fırlanmaqdan yorulub, onun üzünə baxmayacaqlarını anlayan Fəxi, Mollaya işarə ilə dibbaşla komandası verdi. Molla üzü cırıq bir dəftərçə çıxarıb mızıldanmağa başlayanda Fəxi bu yolla o övladlıq borcunu tamamlayacağını düşünüb cibindən bir alışqan çıxarıb qəbrin üstünəcən qalxmış quru otlara od vurdu.
Təmizləmək üçün hərəkətə keçməyi düşündü. Elə ilk odlu həmlədən sonra əsən külək, odu qəbirlərin yanından ilan kimi sürüşdürüb, digər ətrafa yaymağa başladı. Bunu görən molla əynindəki əbasını soyunub, odlanan quru otları söndürməyə çalışdı. Köppək oğlu lənətə gələsən neylədin deyə Fəxrini söyməyə başladı. Dumandan gözü görmürdü. Başındakı sarıq yerə düşdü. Fəxri fürsəti fotə verməyib, mollanın papağı ilə digər istiqamətdə alova girişdi. Alovu döyəcləyib söndürməyə başladı. O bütün qəbirlərə xətir-hörmət gözləmədən, varlı kasıb demədən başdaşlarının hamısını qarsaqlamışdı. Nəhayət, molla ilə Fəxri alovu ram etməyə bacardılar. Fəxri başını qaldırıb Molla Şükürün üzünə baxanda anladı ki, bu əziyyətin müqabilində bir 50-lik çox sönüb qalır. Fəxri bu baxışları göydə tutdu. Tez cibindən bir 50-lik də çıxarıb mollaya uzatdı. Oldu da neyləyək? Deyər kimi mollanın ardınca yola düşdü. Yasin filan halallaşmaq belə yaddan çıxıb getdi işinin dalınca. Onsuz da sakitcə yatan rəhmətliklərin bu həngamə heç veclərinə də deyildi. Dilləri olsaydı, xoş getdim belə deməyəcəkdilər. Səhər günəşi yandırıb tökürdü. Fəxri son dəfə dədəsinin və nənəsinin üzünə baxmaq üçün çevrildi. Qəribədir, hiss içindəki şəkillərin tək gözləri sanki canlanıb bu dəfə Fəxriyə baxırdılar. Ancaq bu dəfə Fəxri onların gözünə baxa bilmədi. Çünki Fəxrinin üzü qəbir daşlarının üzündən də artıq qapqara idi. Qəbristanlıqdan çıxanda ağlına gələn ilk fikir təyyarə bileti alıb buradan qaçmaq idi. Zamanı itirmişdi Fəxri, pasportsa yerində idi. Dostlar, bu da bir həyat hekayəsi. Doğrudan da olmuş bir hadisədir. Belə halların olmasını heç vaxt arzulamayaq. Diqqətinizə görə çox sağ olun.